Bugün biz birinci qruplar üçün olan DİM 20 sınaq testlərinin 5-ci sınağının izahına baxırıq. Başladıq. Birinci sual. Hər iki reaksiya üçün ümumi olanı soruşur. Reaksiyaları yazsaq, amonium nitrit parçalanan zaman N2 plus H2O, kuprum O plus amonyak, bu da bizə verər mis, azot və su. Nə soruşur? Su alınır, bəli, hər ikisindən su alınır. Deməli, biri götürərik. Molekullar arası oksidləşmə reduksiya reaksiyasıdır. İkinci reaksiya üçün bunu deyə bilərəm. Çünki molekullar arası, yəni oksidləşmə dərəcəsini dəyişən elementlər, məsələn, mis müsbət 2-dən 0-a, azot mənfi 3-dən 0-a. İki element oksidləşmə dərəcəsini dəyişir. Hər ikisi fərqli molekulların daxilindədir. Bu molekullar arasıdır, amma yuxarıdakı reaksiya üçün bunu deyə bilmərəm. Çünki azot mənfi 3-dən 0-a, azot bir dəfədə müsbət 3-dən 0-a gedir. Yəni, oksidləşmə dərəcəsini dəyişən elementlər eyni bir maddənin daxilindədirlər. Ona görə içini götürə bilmərik. Azot alınır, birincidən alınır, həm də ikincidən alınır. Ona görə hər ikisi üçün ümumidir. Üçü də götürərəm. Reaksiyadan alınan maddələrdən biri adi şəraitdə bərkdir. Biri bərkdir, mis, o da ikinci reaksiya üçün, amma birinci reaksiyada belə hal yoxdur. Ona görə də düzgün cavab D variantı. İkinci sual. Reaksiya daxil olması karbonla daxil olsun, amma silisiumla daxil olmasın. Kükürt, hər ikisinin reaksiya daxil olur. Hidrogen, hidrogen silisiumla reaksiya daxil olmur, amma karbonla reaksiya daxil olur. Elə söhbət hidrogendən gedir. Üçüncü sual. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Deməli, 3-ə baxırıq. Zəhərlidir, fosfor zəhərlidir. Hidrogen ilə reaksiya daxil olur. Fosfor reaksiya daxil olmur, amma azot reaksiya daxil olur. Suda həll olmur. 3-ü hər ikisi üçün ümumi götürəcəm. Xlorla reaksiya daxil olur. Xlorla reaksiya elə hər ikisi, yəni azotla, xlorla reaksiya daxil olur. Xeyr, xlorla azot reaksiya daxil olmur. Halogenlər də yadımıza salaq. Jones. Yadımıza gəlirmi? Flor, xlor, brom, yod. Yəni halogenlərin heç biri azotla reaksiya daxil olmur. Onda xlorla reaksiya daxil olan kimdir? Söhbət fosfordan gedir. Deməli, 1, 4 ikinciyə, 3 üçüncüyə, bu da B variantına uyğun gəlir. Belə. 4-ə baxırıq. Maddə verib, kütləsi verib. Deyir, CO2 ilə reaksiyasından alınan oksigenin mol miqdarı. Reaksiyamızı yazaq. Sualtı qayıqlarda və əleyh qazlarda gedən reaksiya idi bu. Natrium karbonat, bir də oksigen. Əmsallaşdırmaya baxsaq, burada oksigen tək deyənə bunu cüt eləyək, onda bura 2 yazırıq. Karbonun da qarşısına 2 yazsaq, oksigenləri hesablasaq 4 üstə gəl 4, 8, sağda da 6 üstə gəl 2, 8. Əmsallaşdırdıq. İndi bizə deyir ki, nə deyir bizə? Natrium peroksidin kütləsini verib 31,2 qram. Alınan oksigenin mol miqdarı bilmirik nə qədərdir. MR-ni hesablasaq, natrium 2O2 deməli 46 plus 32, 8, 78. 2 vurulsun, 2 vur 78 və 1 mol oksigen alınar. Tənasübümüz məlumdur. X bərabərdir. 31,2-ni vururam 1-ə, bölürəm 2 vurulsun 78-ə. Deməli, 2 vur 78, 156 olduğunu nəzərə alsaq, 0,2, yuxarıda qalar 0,2. Cavab olacaq 0,2 mol. Davam edirik 5-ci sualla. Oksid verir, şüşənin tərkibini soruşur, bir dəqiqə. Deyir, şüşənin tərkibinə daxildir, adi şüşəyə daxildir, kimyəvi şüşəyə daxildir, amma billur şüşəyə daxil deyil. Adi şüşəyə nələr daxildir? Natrium oksid, kalsium oksid, silisium oksid. Kimyəvi şüşəyə daxildir. Kalium oksid, kalsium oksid, silisium oksid. Billur şüşəyə daxildir. Plümüm oksid, kalium oksid, silisium oksid. Billurda kim olmadı? Kalsium oksid olmadı.
6. Amonyak plus X plus karbamid. Bilirik ki, karbamid yəni COMH2 2 dəfə. Bu gübrənin alınması üçün amonyak karbon qazı ilə reaksiya daxil olmalıdır. Söhbət kimdən gedir? Karbon qazından. 7. Azot və fosfordan ibarət 56 qramlıq qarışığın azot və fosfordan ibarət qarışığımız deyir ki, nədir? Hidrogenlə reaksiyası. Fosforla hidrogen reaksiya getməz, amma azot 2 mol amonyak əmələ gətirir. Deyir, hidrogenlə reaksiyasından 22,4 litrlik qaz alınmışdır. Yəni, buradan alınan qaz təbii ki, amonyak qazıdır. Və normalda nə qədər? 44,8 litrlik qaz alınır. 44,8 litrlik qaz alınanda mən bilirəm ki, burada 22,4 və ya qramla. 56 qram verib, gəl biz də qramdan gedək. 28 qram. 28 qram azot reaksiya daxil olur. Bəs 22,4 litr amonyak alınanda nə qədər azot reaksiya daxil olur? X bərabərdir. Deməli, 22,4-ü vururam 28-ə, bölürəm 44,8-ə. 2 dəfə aşağıda qalır. Deməli, oldu 14 qram. 14 qram nə var? Azot var. Mənim 56 qramlıq qarışığımın 14 qramı azotdur. Onda 2 deməli 42. 42 qramlıq qarışığımda nədir? Fosfordur. İndi mənə deyir, fosforun kütlə payını hesablayın. 42-ni bölürük 56-ya, vururuq 100-ə. 42 ilə 56 ixtisar gedər 7-yə. Yuxarıda 6 qalar, aşağıda 8 qalar. 8 ilə 6-da ixtisar gedər 2-yə. 4 və 3. 4 ilə də 100 ixtisar gedəndə 25 qalar. 25-i də 3-ə vursaq 75%. Cavab olacaq 75%. 8. Bizdən soruşur, silisium O2 ilə də, karbon qazı ilə də reaksiyaya getsindir. Görək, söhbət kimdən gedir? Silisium O2 ilə də, karbon qazı ilə də reaksiya gedən maddə sözsüz ki, karbon olacaq. Niyə? Məsələn, su. Su silisium O2 ilə reaksiyaya girməz. Sonra oksigen heç biri ilə, yəni nə karbon qazı, nə silisium O2 ilə reaksiyaya girməz. Duru sulfat həmçinin heç biri ilə reaksiya getməz. Yəni, turş oksid turşla reaksiya getmir. H-xlor, elə həmçinin H-xlor da heç biri ilə reaksiya getməz. Turş oksidi turşularla reaksiya girmədiyinə görə cavab olur A bəndi. 9-cu suala baxırıq. Qrafikdə metal nitratın parçalanmasını göstərib. Metal NO3 N dəfə parçalanır və bizə 3 molluq deyir qaz qarışığı verir. Qaz qarışığı sözün dediyinə görə mən başa düşürəm ki, nitratların parçalanma reaksiyalarından bilirik ki, aktiv metalların nitratları parçalananda duz və oksigen verir. Yəni, qaz qarışığı olmaqdan ötürü gərək NO2 plus O2 olsun. Ona görə natriumu, yəni, belə deyim də, bəri başdan sildik. Onda orta aktiv və pasiv metalların parçalanması zamanı mütləq şəkildə NO2, O2 alınır. İndi mən bilmirəm də, orta aktivdirmi, yoxsa passivdirmi? Burada ya metal oksid alına bilər, ya metal alına bilər. İndi gəlin, onda yazaq. Məsələn, argentium. Argentium nitratı parçalasaq, alınır argentium, NO2, O2. Və əmsallaşdırsaq, oksigeni cüt etməkdən ötürü bura 2 yazdıq, onda burada 2 yazaram, burada 2 yazaram. İndi baxıram ki, mənə deyirdi ki, baxın bura, 3 mol duz götürmüşəm, 1 mol qalıb, yəni 2 molu sərf olunub. 2 mol sərf olunanda 3 mol qaz qarışığı alınıb. İndi bax, buradan gördüm, 2 mol argentium sərf olunub, düzdürmü? Amma 3 mol qaz qarışığı alınıb. Deməli, elə cavabım olacaq A variantı. Digərlərini də yazıb əmsallaşdırsaq, görəcəyik ki, yəni, məsələn, bir nümunə yazam, məsələn, mis. Mis NO3 2 dəfə verər bizə mis oksid, NO2, O2. Əmsallaşdırdığımız zaman oksigenə görə bura 2 yazdıq, onda burada 2 yazıram, azotum 4 oldu. İndi baxıram, 2 mol duz sərf olunanda görürəm ki, 5 mol qaz qarışığı alınıb. Aydındırmı? Yəni, bu qayda ilə davam eləsək, görəcəyik ki, elə cavab A variantıdır. 10-cu sual. Hansı reaksiya getmir?
Aha, A bəndində gedər. Hətta nə demişdik? Nədir? Silisiumun valentliyinin yarısı qədər hidrogen ayrılar demişdik. Yəni 4 valentlidir, 2H2 ayrılacaq. Yəni bu reaksiya baş verər. Aha, silisiumla magnezium, bəli, reaksiya gedər. Magnezium 2 silisium alınar. Silisium oksid magneziumla reaksiya gedər. Əmələ gələr magnezium oksid plus silisium. Amma silisiumdan hidrogen reaksiya daxil olmur. Y bəndində də şüşədən axış açan reaksiyadır. Silisium flor 4 plus H2O alınacaq. 11. Molekulunda 8 atomu olan gübrəni müəyyən edin. Deməli, kalium şorası. Kalium NO3. Burada 5 atom var. Natrium şorası. Natrium NO3. Burada da 5 atom var. Karbamid CO NH2 2 dəfə. Deməli, 3 dəfə 2 6, burada da 2 atom, bəli, 8 atom. Elə cavab olacaq karbamid gübrəsi. 12-də X maddəsi H2 ilə reaksiya daxil olmursa, Y üçün hansı ifadələr doğrudur? Bilirəm ki, bu reaksiyadan alınacaq CO, bir də fosfor, hətta ağ fosfor deyərdik, P4. Deyir, onda X maddəsi H2 reaksiya daxil olmursa, deməli X maddəsi elə kim imiş? Fosfor imiş. Deyir, zəhərli qazdır. Yəni, fosfor qaz halında deyil. Y üçün hansı ifadə doğrudur? Mən X üçün ifadə olaraq başa düşdüm. Y-imiz kimdir? CO. Deyir, zəhərli qazdır. Bəli, dəm qazı zəhərlidir. Qaranlıqda işıq saçır, xeyr, o fosfora aiddir. Adi şəraitdə bərkdir, fosfora aiddir. Sarımsaq iyilidir, pH3-ə aiddir. Molekulu 4 atomludur, ağ fosfora aiddir. Deməli, onda elə doğrudur ifadəsi dəm qazı üçün A bəndidir. 13. N2 bir maddə miqdarı birləşdirdiyi metalın molu 2 moldur. Birləşmədə metalın oksidaşma dərəcəsini tapın. Aha. Baxın, gəlin belə götürək. Əgər azotu mən bir valentli metalla birləşdirsəm, N2 plus X, deyək ki, metalımız bir valentlidir, azot 3 valentlidir, onda X3N alınar, düzdürmü? Burada azotu əmsallaşdır, azotu bərabərləşdirmədən ötürü bura 2 yazsam, metalın qarşısına 6 yazacağım, azota 1. Bu oldu, bizə deyir, metalın birləşdirdiyi metalın molu 2 mol olsun, amma burada 6 mol oldu. Deməli, onda bir valentli metal götürmərəm. N2 plus 2 valentli metal götürsəm, X, N, deməli, X-im 3 olanda N-im 2 olacaq. Və doğrudan da sağda 2 azot olduğuna görə solda azotun əmsalı 1-dir. Sağda 3 metal olduğuna görə solda metalın əmsalı 3-dür. Biz 3 mol metal birləşdirdik. Deməli, 3 valentli də olmadı, 2 valentli də olmadı. Gəlin, indi 3 valentli metal birləşdirək azotla, sözsüz ki, XN olacaq. Və solda 2 azot olduğuna görə sağa 2 atıram. Onda metalım da sağda 2 oldu. Gətirib soldakı metalın da qarşısına 2 yazıram. Görürəm ki, 1 mol azot özünə 2 mol metal birləşdirdi. Elə onda deməli mənim axtardığım metal neçə valentliymiş? Axtardığım metal 3 valentliymiş. Onda oksidaşma dərəcəsi də neçə olacaq? Müsbət 3. 14. Fosfin üçün hansı ifadələr doğrudur? Fosfin pH 3. Havada alovlanır. Bəli, fosfin havada alovlanır. Fosforun hidrogenlə reaksiyasından alınır. Xeyr, birbaşa yox, dolayısı ilə alınır. Çünki fosforla hidrogen reaksiya getmir. Adi şəraitdə bərk maddədir. Xeyr, sarımsaq ilə zəhərli qazdır. Tam yanmasından difosfor, pentoksid alınır. Bəli, biz bunu tam yandırsaq, P2O5, bir də su alınacaq. Doğru cavab C variantı. 15. Nitrat turşusunun və amonium bixromatın parçalanmasından ortaq nə var? Aha, baxaq, ona tapaq. Deməli, HNO3 parçalansa bizə verəcək NO2, H2O, bir də oksigen. Bəs amonium bixromat parçalansa NH4 2 dəfə, xrom 2O7, O7 bizə verəcək N2, xrom 2O3 və H2O. İndi deyir, X maddəsi hər ikisindən alınan ortaq maddə sudur. Düzdürmü? Su. Ona görə də cavab Y bəndidir. İndi 16-da deyir, diamorfosla 2 qat superfosfat üçün ümumi olan diamorfos
yəni 2 dənə amonium, diamafos, 2 amonium, bir də fos deyəndə orta fosfat, diamafos və bir də 2 qat superfosfat. 2 qat superfosfat, kalsiyum, daha doğrusu dihidro, H2, PO4. 2 dəfə. Bu da oldu nə? 2 qat superfosfat. Nə deyir? Deyir turş duzdur. Bəli, turş duzdur. Hər ikisində görürəm ki, nələr var? Hidrogenin qalıqları var. Yəni, turş duzdur. Sadə gübrədir. İkincisi üçün, yəni 2 qat superfosfat üçün deyə bilərəm, sadədir. Bir dənə qida elementi var, bir cür qida elementi var. Amma amonium, yəni amafos üçün, amoniumlu, fosforlu gübrə üçün bunu deyə bilmərəm. Həm içində azot var, həm içində fosfor var. Tərkibində kalsiyum, yəni bu düzgün olmadı. Hər ikisində ümumi olmadı. Tərkibində kalsiyum var. Kalsiyum olan yalnız birindədir. Hansı? 2 qat superfosfatda. Alınmasında ortofosfat turşusundan istifadə olunur. Bəli, hər ikisinin alınmasında ortofosfat turşusundan istifadə olunur. Doğru cavab 1-4. Sonra tərkibində 38% karbon olan fosfor və karbon qarışığının xlorlaşması, tam xlorlaşmasına, deməli fosfor, bir də karbon qarışığıdır. Bilirik ki, karbonla xlor neynəmir? Reaksiya daxil olmayacaq, amma fosforla xlor reaksiya daxil olacaq. Tam xlorlaşma deyirsə, onda pxlor 5 götürəcəm. Onda bura 2 yazsam, bura 2 yazsam, burada 5 yazaram. İndi deyir, 2 tam onda 5 mol xlor sərf olunmuşdursa, 2 tam onda 5 mol sərf olunub, amma normalda nə qədər sərf olunur? 5 mol. Qarışığın ilkin kütləsini qramla deyir, hesablayın. Gəl buradan tapaq görək. Məsələn, 5 mol xlor sərf olunanda 2 vur 31, 62 qramlıq fosfor sərf olunubsa, 2 tam onda 5-ə nə qədər fosfor sərf olunub? Onda x da bərabərdir. 2 tam onda 5-i vururam 62-yə, bölürəm 5-ə. 5 ilə 2 tam onda 5 ixtisar edər. 2 qalar, x bərabərdir 31 oldu. Deməli, fosforum 31 qramdır. Bu, deməli, əgər 100%lik qarışığımın 38% karbonun payına düşürsə, 2, 62. 62% də fosforun payına düşəcək. İndi 31 qramam 62%dirsə, bəs gəl görək. Məndən bütün ilkin qarışığı soruşur da, düzdür. Onda gəl görək, qarışığın ilkin kütləsi, yəni 100%lik qarışığın neçə qramdır? Bunu da bir A-la işarə eləyək. A bərabərdir, 31 vursam 100-ə, bölsəm 62-yə, 62-yə 31 ixtisar gedər, burada 2 qalar, burada 1 qalar. 100-ü də 2-yə bölsək, neçə eləyəcək? 50 eləyəcək. O da bərabərdir 50%. 50% də hansı cavabdır? C variantındakı cavabdır. Bu şəkildə. 18-ci sualla davam edirik. Deyir, Z maddəsini müəyyən eləyin. Z maddəsini müəyyən eləyin. Deməli, amonyakın yanma reaksiyalarından birində deyir 4 mol amonyak, görürəm ki 4 mol amonyak 20 elektron verib, düzdür. Və sonda 1 molu nə qədər elektron verər? Olacaq 5. Amonyakda azotun mənfi 3 olduğunu bilirəm. Azot mənfi 3-də əgər 5 elektron verirsə, hansı oksitləşmə dərəcəsinə gedəcək? Gedəcək azot müsbət 2-yə. Azotun müsbət 2 oksitləşmə dərəcəsi olan birləşməsi hansıdır? Bu oldu NO. Yəni X-ımız oldu NO. Sonra nə deyir? Deyir ki, Z maddəsi müəyyən elə. Z-i də müəyyən eləmək üçün NO-nu yenidən oksidləşdirəcəm. Nə alacam? NO2. Bu da olacaq Y variantı. 23-cü sual. Karbon silisiumdan ibarət 30 qramlıq qarışığın hidrogenlə reaksiyasından mən bilirəm ki, silisium hidrogenlə birbaşa reaksiya daxil olmur. Karbon hidrogenlə reaksiya daxil olanda bizə verər metan. İndi deyir, hidrogenlə reaksiyasından 2 mol qaz alınmışdır. Normalda 1 mol qaz alınır və belə baxaq. Qramla soruşduğuna görə 12 qram karbon sərf olunanda 1 mol metan alınırsa, bəs 2 mol metan alınmağına nə qədər karbon sərf olunmuşdur? X bərabərdir 24 qram. İndi mənim 30 qramlıq qarışığım var. Bu 30 qramlıq qarışığın 24 qramı karbonun payına düşürsə, 6 qramı silisiumun payına düşür. Və məndən nə soruşur? İlkin qarışıqda silisiumun kütlə payını tapın.
Onda omega silisium bərabərdir. Nəyə? 6 qram bölünsün 30 qram vurulsun 100-ə. 6-ya bölsəm 1 eləyər, 36-ya bölsəm 5 eləyər, 100-ü də 5-ə bölsək cavab olacaq 20%. Aha, 20%. Desən sualların sırasını pozdum. 23-cü sual. Burada səhifəni yuxarı qalxmamışam. Aha, 23-cü sualı izah elədik. Deməli 18. Hə, mən buradan baxmamışam sual sırasına. 19-a qayıdaq. Yaxşı. Hansı reaksiyalar birləşmə tiplidir? Deməli, birinci reaksiya nə olacaq? Əvəz etmə olacaq. Sin plus H2O. İkinci reaksiya nə alınar? Dəm qazı alınar. Aha, birləşmə. Üçüncü reaksiyada CO plus H2 alınır. Bu da deyil birləşmə. Dördüncü reaksiyada magnezium karbonat alarıq. Aha, bu da oldu birləşmə. Deməli, 2, 4, 19-cu sualda. 20-ci suala baxırıq. Deyir, kalsium fosfit artıq miqdarda götürülmüşdürsə, M-i hesablayın. Kalsium 3, P2 su ilə reaksiya daxil olan zaman kalsium hidroksid, bir də fosfin əmələ gəlir. Kalsiuma görə bura 3 yazsaq, fosfora görə bura 2 yazsaq, hidrogenləri saysam 6 üstəgəl 6, 12, onda bura 6 mol su yazırıq. Deməli, bizə nə deyir? 27 qram su ilə reaksiya daxil olub kalsium fosfit, 27-ni yazıram suyun üstündə. Və bu zaman deyir, M qram fosfin alınıb. Normal vəziyyətə baxanda, yəni 6 mol su reaksiya daxil olanda 2 vurulsun, fosfinin M-i də 31 üstəgəl 3, 34. İndi M nəyə bərabərdir? 27 vur 2 vur 34 bölünsün 6 vurulsun 18-ə. 18 ilə 27-ni 9-a ixtisar aparsan, burada 2 qalar, burada 3 qalar. 2-lər ixtisar getdi. 3 ilə 6-nı da ixtisar aparsan, burada 1, burada isə 2 qalar. 34-ü də 2-yə bölsəm 17 qram cavab olacaq B variantı. 21. Deməli, 21-də nə soruşulur bizdən? Aha, P2O5 plus soyuqla reaksiya gedəndə bilirik ki, soyuqla reaksiya gedən zaman HPO3 turşusu əmələ gəlir. X molekulunda pirabitələr atomların sayını neçə faizini təşkil edir? Gəl quruluşunu yazaq. Fosfor, deməli burada fosfor 5 valentlidir və bunun 1HO rabitəsi var. Onda yerdə qalan rabitələri bu şəkildə çəkirik. Neçə pi-si var? 2 pi-si var. Deyir, 2 pi atomların sayını neçə faizini təşkil edir? Burada atomların sayı 5-dir. Amma pi rabitəm 2-dir. 2-ni bölsək, 5-ə vursaq 100-ə, 20-ni də 2-yə vuranda eləyəcək 40%. Onda 21-də cavab olacaq 40%. 22-ci sualda. Reaksiya daxil olduğu maddələr, X maddəsini deyir, müəyyən edin. Kalsium hidrokarbonatla reaksiya daxil olsun. Kalium karbonatla da reaksiya daxil olsun. Gəlin baxaq. Məsələn, A bəndində. Kalium nitrat. Biz bilirik ki, duzla o zaman reaksiya daxil olar ki, alınan məhsulda çöküntü olsun. Aha. Burada, məsələn, kalium nitrat, kalium karbonatla reaksiyaya daxil olmaz. A bəndi düz deyil. Magnezium xlor 2. Magnezium, belə deyək də, magnezium xlor 2 kalsium hidrokarbonatla reaksiya gedən zaman magnezium hidrokarbonat, kalsium xlor 2, yəni burada da çöküntü yoxdur. Həm də düzdür, magnezium xlor 2 kalium karbonatla getsə çöküntü verəcək magnezium karbonat. Amma kalsium hidrokarbonatla çöküntü vermədiyinə görə bu reaksiya getmir. C bəndinə baxsaq, kalsium hidroksid, kalsium hidrokarbonatla. Aha, bəli, burada çöküntü əmələ gələr. Yəni, kalsium hidrokarbonat plus kalsium OH2. Bilirik ki, kalsium hidrokarbonat suda həll olan duzlu çöküntü deyil. Amma kalsium karbonatla reaksiya daxil olanda hidro duza, yəni turş duza, həmin metalın əsası ilə təsir eləyəndə elə nə olur? Həmən duzun normal, yəni həmin metalın normal duzu əmələ gəlir. Kalsium karbonat. Bu çöküntüdür. Ona görə reaksiya gedəcək. Digərində də, yəni kalsium OH2 plus kalium karbonat. Yəni, kalium suda həll olan duzdur. Amma kalsium karbonatla hənd suyunu bulandıran çöküntü əmələ gətirir. Düzdürmü? Aha. Bu zaman kalium OH. Yəni, hər ikisində çöküntü alındığına görə onda C variantı gedər. Sonra D bəndində natrium karbonatla kalsium karbonat, bəli, burada reaksiya baş verər, amma kalium karbonatla getməz. Ümumiyyətlə, kalium duzu çöküntü deyil, natrium duzu çöküntü deyil, ona görə də reaksiya getməz.
Gəldik 23-ü bayaq izah etmişdim. 24-cü sual. Hə, burada variant seçimi elədimmi? Bəli, eləmişəm. 24-cü suala baxırıq. Bunları silək. Aha. Nə deyir bizə? Karbon və azot hər ikisindən N mol götürülüb. Bir reaksiya daxil olduğu hidrogenin miqdarı. Karbonla hidrogen reaksiya daxil olanda CH4 əmələ gətirir. Ona görə hidrogenin qarşısını 2 yazırıq. Azotla da hidrogenin amonyak əmələ gətirdiyi reaksiyalı bilirik ki, 2 mol amonyak əmələ gəlir bu şəkildə. İndi mənə deyir ki, N mol götürmüşəm. Məsələn, normalda deyək ki, 1 mol götürəndə mən karbonu 2 mol hidrogenlə reaksiya daxil olur. N moldan da 2N reaksiya daxil olacaq. Azotla reaksiyada 1 mol azotla 3 hidrogen daxil olduğuna görə N mol azotla 3N qədər hidrogen reaksiya daxil olacaq. Deməli, 3N, 2N. İkisini birlikdə cəmi oldu 5N. 5N əgər 10-a bərabərdirsə, burada 10 verib, onda N-in bərabərdir 2. İndi yəni karbondan da 2 mol, azotdan da 2 mol reaksiya daxil olub. İndi bizdən nə soruşur? Bir reaksiya daxil olan karbonun kütləsini qramla hesablayın. 2 vurulsun 12, bu da olacaq 24. 24-cü sualın cavabı 24. 25-də hansı reaksiyadan hidrogen ayrılır? Birincidə ayrılar. Yəni silisium, flor 4 plus H2. Birincidən ayrılar. İkinci reaksiyada silisium O2 plus natrium OH, bu bizə verir natrium silikat, natrium metasilikat, natrium 2, silisium O3, bir də H2O. Yəni buradan hidrogen alınmadı. Amma üçüncü reaksiyada alınır. Hətta silisiumun valentliyi 4-dür. Onun valentliyinin yarısı qədər hidrogen ayrılacaq. Buradan alınır natrium 2, silisium O3, üstə gələk H2. Yəni buradan alınır. Dördüncü, karbonla nitratın reaksiyasından bu bizə nə verər? CO2, NO2, bir də H2O verər. Yəni buradan da hidrogen çıxmadı. Sonuncuda bəli CO plus H2 birin birə nisbəti. Bu da su qazı burada alınır. 1, 3, 5. 26. Yenə bizə şəkilli reaksiya soruşur. Magnezium silisit artıq miqdarda götürülmüşdürsə, deməli magnezium silisit plus H xlor. Bu bizə verir magnezium xlor 2 plus silisium H4. Silan qazı. Düzdürmü? Əmsallaşdırsaq, bura 2 yazanda, bura gərək 4 yazaq. Bərabərləşdi. 300 qram 36,5%li H xlor məhlulu 300-ün 36,5%-ni hesablasaq, 3 vurulsun 36,5, 15 bir yadda, 18 o da bir yadda, 19, 109,5 qram. Deməli, 109,5 qramlıq H xlor magnezium silisitlə reaksiya daxil olanda nə qədər silan alınır bilmirəm, amma 4 vurulsun 36,5 qram H xlor reaksiya daxil olanda kütlə ilə soruşur, yəni qramla soruşur. Silisium H4-ü də hesablasaq 28 üstə gəl 4, o da 32 eləyər. Buradan M-i hesablayaq. 109,5-i vururam 32-yə, bölürəm 4 vurulsun 36,5-ə. 36,5 ilə 109,5 reaksiya gedər, yuxarıda görürük 3 dəfə. 4 ilə 32 reaksiya gedər, burada 8 qalar. 8-i də 3-ə vursaq, olacaq 24. Bu məsələmizin də cavabı oldu 24. 27. Karbon atomunun oksidaşma dərəcəsinin dəyişməsinin uyğunluğunu müəyyən edin. Bu sualın ardı var deyəsən. Uyğunluğunu, nə ilə uyğunluğunu? Yuxarıda verilib. Deməli, onda bunu belə yazsaq, silək bunları. Əlavə gözümüzü yormasın. Belə. İndi silisium, deməli karbon silisiumla silisium karbid əmələ gətirir. Karbon qazı magneziumla magnezium oksid plus karbon. Karbon da kalsiumla kalsium karbid əmələ gətirir. İndi bunların oksidaşma dərəcələrini qeyd eləsək, karbon 0-dan
sıfırdan. Deməli, gələcək karbon, karbonun elektron mənfiliyi silisiumdan daha çox olduğuna görə karbon göstərəcək -4 oksidləşmə dərəcəsi. Sonra burada karbon müsbət 4-dən gələcək 0-a. Burada da karbon 0-dan gələcək kalsium müsbət 2, -1-ə. Deməli, indi baxaq cavablara. 0-dan -4-ə gələndə 0-dan -4-ə gəlmək Y-dədir. Deməli, 1, 2, 3 şəklində qruplaşdırsaq 1-ə getdi Y. Sonra müsbət 4-dən 0-a. Bunu müsbət 4-dən 0-a de A bəndi. İkinci reaksiya üçün A bəndidir. C-də 0-dan -1-ə. 0-dan -1-ə, o da üçüncüyə elə C olacaq. Bu şəkildə 1, 2, 3 uyğunlaşdırdıq. Gəlirik 28-ci suala. 28-ci sualda bizdən nə soruşulur? Deyir ki, fosforun duru nitrat turşusu reaksiyasının tənliyini yazaq. Fosfor plus HNO3-ün durusu alınır H3PO4 plus NO və deyir, əmsallaşdırın. Baxaq, deməli azot müsbət 5-dən gəldi azot müsbət 2-yə, fosfor 0-dan müsbət 5-ə. Oksidləşmə dərəcələrini yazdıq. Gördük ki, fosfor 5 oksigen, 5 elektron verib. Azot isə müsbət 5-dən müsbət 2-yə gələndə 3 elektron verib. 3-ü çarpazlaşdırmada deməli elektron balans qursaq. Gəlin, yaxşı elektron balansı yazsın. Mən şifahi şəkildə gedirəm adətən. Müsbət 5-ə 5 elektron verib. Azot müsbət 5-dən gəlib azot müsbət 2-yə 2 elektron, 3 elektron alıb. Düzdürmü? 5, 3, 3, 5. 3-ü yazıram. Fosforun 0 göstərdiyi birləşmənin qarşısına. 5-i yazıram. Azotun müsbət 5 göstərdiyi birləşmənin qarşısına. Onda görürəm ki, sağ tərəfə də gərək fosfora görə 3 yazım. Azota görə də NO-nun qarşısına 5 yazım. Hidrogenləri hesablasaq, əvvəl oksigenləri sayım. Çünki oksigenə görə də hidrogeni dəyərləndirəcəm. Deməli, 3 dəfə 4, 12, bu da 5. 17 oksigen var sağ tərəfdə. Solda isə 15 oksigen var. Onda burada 2 yazırıq. Həm oksigenlər bərabərləşdi, həm hidrogenlər. Niyə? 9 hidrogenin var idi. Burada isə 5 hidrogen. 4 olması üçün 2 yazdıq bura. Bu şəkildə əmsallaşdırdıq. Bizə dedi də əmsallaşdırın. 29. Reaksiyadan alınan deyir, qaz halında maddənin formulunu və beynəlxalq adını yazın. Kuprum qatı nitratla bizə NO2 qazını verər. Duru nitratla NO qazını verər. Beynəlxalq üsulla adı nə olacaq? Azot dioksid. Azot dioksid. NO da olacaq azot monooksid. Monooksid. Bu şəkildə beynəlxalq adlandıra bilərik. 30-cu sualda deməli argentium nitrat qızdırılaraq parçalanıb. Argentium nitratı parçalamışıq. Bizə verir gümüş, NO2, O2. Oksigen tək olduğuna görə bura 2 yazırıq. 6 oksigen oldu. Argentiumda 2-dir, bura 2 yazırıq. Azotumda 2 oldu, 2 yazırıq. Oksigenləri saysaq, sağda 6 oksigen, solda oksigen də 6 dənə, yəni bərabərləşdirdik. İndi deyir, 6,72 litr qaz qarışığı alınır. 6,72 qaz qarışığı alınır. 50 qram argentium nitrat parçalamışam. Deyir, nitratın neçə faiz parçalandığını hesablayın. 50 qram götürmüşəm, amma nə qədər parçalanıb hələ ki bilmirəm. Onda baxıram belə. Deməli, 3 vurulsun, 22,4 litr qaz qarışığı alınanda 2 vurulsun. Argentium nitratın emerini hesablayaq. Deməli, argentium 108, nitrat da 63, nitrat turşusunda, amma 62 NO3-də. 62 gəlsək bunun üzərinə 0, 170. Deməli, 2 vurulsun 170 qram argentium nitrat parçalanır. Bəs 67,2-dən nə qədər argentium nitrat parçalanır? Buradan x-i tapsaq. X bərabərdir 2 vur 170 vur 6,72 bölünsün 3 vurulsun 22,4. 3 vur 22,4 67,2 eləyir.
67.2 eləyir. 6,72 ilə ixtisar gedəndə aşağıda 10 qalar. Bu 10-un sıfırı ilə bu 170-in sıfırı getsə, burada qalar 34. Aha, deməli düzgün cavab olur, yəni 34 qram. 34 qram nədir? Parçalanan argentium nitratdır. İndi mənə deyir ki, neçə faizi parçalanıb? Biz də parçalanan faizini tapanda, yəni 34 qramı tapanda bölürük bütün qarışığa, yəni 50 qrama. Vururuq 100-ə. 50 ilə 100 ixtisar gedər burada 2 qalar. 34-ü də 2-yə vursaq 68%. Deməli cavab olacaq 68%.